Bir çox dostlarımız yazır ki, süni intellektlə hazırlanan videolardan YouTube'da qazanc əldə etmək olmur və bu haqda yeni xəbərlər də yayılıbdır. Gəlin mən sizə izah edim məsələ nədir. Əsasən də bu xəbər bir çoxlarını narahat etməyə başlayıb. Oxumaq lazımdır. Yapay zeka çöplüyü yaradan kontentlərdən azad olub YouTube. Məsələn, deepfake videoları. Yəni ki, süni intellektlə kiminsə obrazını yaradıb, onun adından söhbət etməyi, olmayan hadisələri bir üzə verən kontent. Otomatik üretimi görüb avtomatizasiyanın, AI avtomatlaşdırmanın ləğv olduğunu düşünürlər. Lakin savadlı olmaq lazımdır. Anlamsız senaryoları yaradan otomatik üretim, məna daşımayan və bunu avtomatlaşdırılaraq həyata keçirilən, hazırlanan kontentlər. Məsələn, baxın, bu kontent kimi. Bizim isə yaratdığımız süni intellekt sistemimiz var, hansı ki videoları hazırlayır, montaj edir, dizayn edir. Lakin bizim ona verdiyimiz mövzu üzrə, bizə maraqlı olan mövzu üzrə. Bu isə baxın, rəsmi olaraq YouTube'un arayışıdır. Bu isə YouTube'un ən çox sevdiyi kontentdir və burada da qeyd edibdir necə bu kontenti qəbul edir və heç bir problem yoxdur. Bu səbəbdən dolayı da biz Facebook qrupunda toplaşırıq. Artıq bura 129 nəfər gəlibdir. Tələbələrimizə dəstək oluruq, yaranmış suallara cavab veririk və bir-bir trendləri izləyirik. Odur ki, bu sistemi bizdən alaraq istədiyin sayda sənə maraqlı olan mövzularda YouTube qaydalarına uyğun süni intellektlə videolar hazırlayan sistem biznesini əldə edə bilərsən.